Axşamınız xeyir, gənclər və bizim hörmətli spikerimiz Mələk xanım. Hər birinizə təşəkkür edirəm qoşulmağınız üçün. Mən bu gün burada sizə Addım Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin təmsil edərək danışıram. Bizim Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə onların dəstəyi ilə layihəmiz çərçivəsində görüşürük. Bu layihə gənclərin rəqəmsal sahədə psixoloji maarifləndirilməsi və inkişaf platforması adlanır və layihə çərçivəsində psixologiya tələbələrindən ibarət bir komanda heyət formalaşıb və bu heyətlə birgə biz bir saytın formalaşması üzərindən iş aparırıq. Həmin saytda bir neçə bölmələr olacaq. Burada akademik psixologiya üzrə bölmələr olacaq. Eyni zamanda maarifləndirmə, tələbə tədqiqatçılar məqalələri olan psixologiya tələbələri, gəncləri biz ora cəmləyəcəyik. Və bugünkü görüşümüz də bizim maarifləndirmə, psixoloji maarifləndirmə rubrikası üzərində aparılır. Biz istəyirik ki, aktual mövzularda bizim dəyərli mütəxəssislərimizin, akademik çevrədən olan mütəxəssislərimizin iştirakı ilə vebinarlar təşkil edək. Bu vebinarlar daha sonra montaj edilərək həm YouTube-da, digər sosial şəbəkə platformalarında, eyni zamanda bizim saytımızda yerləşdiriləcək. Yəni hər kəsə əlçatan olacaq daha sonra. Burada bu vebinarlarda iştirak edənlərin interaktiv qoşulmaq imkanları var. Öz suallarını, cavablarını hazırlaya bilərlər və biz bu layihə boyunca bir neçə ay ərzində davam edəcək layihə boyunca vebinarlarda aktiv iştirak edən iştirakçıları, tələbələri, gəncləri diqqətimizdə saxlayacağıq. Çalışacağıq ki, onlar üçün də müəyyən stimullaşdırıcı bir məqamları hazırlayaq. Deməli, bugünkü bizim spikerimiz Xəzər Universitetinin Psixologiya Departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri, uzman psixoloq, çox dəyərli, hörmətli və bizim ən savadlı bu sahədə mütəxəssislərimizdən biri Mələk xanımdır. Mələk xanım həm də Xəzər Universitetinin bizim layihəyə tərəfdaş olaraq qoşulmasında əməyi olan bir insandır. O tələbələr arasında bu layihə barədə məlumat verdikdən sonra Xəzərin də tələbələri maraq göstərdilər. Ümid edirik ki, bugünkü mövzu da etibarlı münasibətin inşası üzərindən aparacağınız mövzuda hər kəs üçün faydalı olacaq. Buyurun Mələk xanım, söz sizdədir. Öncəliklə mən də sizə təşəkkür edirəm, Gənclər Fonduna da təşəkkür edirəm ki, belə bir fürsəti bizim üçün yaradıb və iştirakçılar arasında tələbələrimizin adlarını da gördüm. Eyni zamanda digər tanımadıqlarım da var. Amma ümid edirəm ki, mənə ayrılmış bu müddət ərzində biz qarşılıqlı bir ünsiyyətə girib müəyyən mövzuları həm elmi cəhətdən tədqiq ediləcək, həm də o mövzu haqqında fikirlərinizi, gənclərin də fikirlərini, dövrün fikirlərini öyrənmək istəyəcəm. Çünki mən də bilirəm ki, ekran arxasında sadəcə bir nəfərin danışıb digərlərinin dinləməsi və sizi görməməm təbii ki, buna mane olur. Ona görə də mümkün mərtəbə çalışacağıq ki, aktiv olaq. Mövzumuz etibarlı münasibətin inşası, emosional asıllıq yoxsa bağlılıq. Kamil bəy mənə müraciət eləyəndə ki, belə bir layihəmiz var və gənclərə necə təlim
hansı mövzu maraqlı olar. Mən də Xəzər Psixoloji Xidmət Mərkəzində həm də psixoloq kimi fəaliyyətimi davam elətdirdiyim üçün adətən gənclər arasında və digər yaş qruplarında da əsas problemlər münasibət problemləridir. Və bu münasibət problemləri nəinki şəxsin şəxsi həyatına, emosional dünyasına təsir edir, eyni zamanda təhsil həyatına təsir edə bilir. Bəzən bu münasibətlərin keyfiyyətsiz olması bütün həyatına, daha gələcək həyatına da təsir edə bilir. Ona görə hesab edirəm ki, bu mövzunu sizlərlə birlikdə bir araşdırmaq, biraz düşünmək, necə eləyək ki, daha etibarlı bir cəmiyyət quraq, daha etibarlı münasibətlər quraq, nələr buna səbəb olur, onları görmək hesab edirəm ki, yəni bizim üçün faydalı və maraqlı olacaq. Mövzuya keçməzdən öncə kiçik bir planımı sizə demək istəyirəm. Planım birazcık, təbii ki, vaxt qısadır, çox az hissədə mən şema terapiya və yaxud sxema terapiyadan qısaca danışacağam, bağlanma nəzəriyyəsindən danışacağam. Daha sonra məhəbbətin növləri, bəlkə bunu çox eşitməmisiniz, asıllıq və bağlılıq anlayışlarından danışacağam və təbii ki, vaxt qalsa sizlərlə test edəcəm və siz münasibətinizdə, qarşı cinslə xüsusən münasibətlərinizdə hansı tipə sahib olduğunuzda öyrənəcəksiniz. Ümid edirəm ki, buna da vaxt qalar. Mövzuya yenə keçməzdən öncə chat hissəsində istəyəcəm ki, sizdən etibarlı münasibət dediyimiz zaman ağlınıza ilk gələn, çox düşünməyin, sadəcə yazmanızı istəyəcəm. Nə olmalıdır etibarlı münasibət deyəndə ya da nəyi nəzərdə tuturuq? Qısaca hər kəs bir sözlə yaza bilər, tez-tez sürətli bir şəkildə çata yazar. Həqiqət, qarşılıqlı anlayış, hörmət, güvən, yetkinlik, güvən, inam, sədaqət, güvənli əlaqə, güvən, sədaqət, hörmət, güvən, özünü olduğu kimi hiss etməsi, güvən, dürüstlük, dostluq, güvən, rahatlıq, hörmət. Qarşılıqlı dəstək, çox gözəl, bağımlılıq deyil, bağlılığın olduğu sevgi, hörmət, sadiqlik, təməl ünsiyyətdir. Özünü isbatlamaq ehtiyacı duymadan güvənmək, səmimiyyət, qarşılıqlı anlayış, vəfalılıq, dürüstlük. Deməli, ümumi indi yazdıqca görürəm, bir çoxunuzun ən çox qeyd elədiyi hissə güvən, anlayış, səmimiyyət, ünsiyyət qura bilmə daha çoxdur. Sanki daha çox güvəni qeyd edənlərin sayı daha çox oldu. Bəs görəsən bizim bu güvən hissəyə ya da bir başqa insanla münasibətində mən hal-hazırda sizin qarşınızda təbii ki, həm təcrübəmdən, həm təhsilimdən, həm də bir ailə danışmanı və ailə mediatoru olaraq çıxış edirəm. Mən 2 il müddətinə boşanmış ailələr, boşanmağa gələn ailələrlə də işlədim, cütlüklərlə də işlədim, hal-hazırda da işləyirəm. Amma mediator olaraq artıq fəaliyyətimi dayandırmışam, psixoloq olaraq davam elətdirirəm və Marmara Universitetində bu sahədə təhsil almışam. Yəni, bunlardan çıxış eləyərək sizə bu təqdimatı istəyirəm danışım. Öncəliklə, emosional asıllığın köklərinə baxanda biz bir insana niyə bağlanma ehtiyacı hiss edirik? Görürsən, bağlanmasaq nə olar? Yaşamaq mümkündürmü? Yoxsa məhz həyatımızda etibarlı münasibətlərə ehtiyacımız mı var? Yenə burada münasibət dediyim zaman həm qarşı cinsi nəzərdə tutacağım, həm də öz cinsimizdən olan digər insanlarla olan münasibəti nəzərdə tuturam. Amma təbii ki, qarşı cinslə olan hissə daha ağırlıqlı olacaq. Bura bizə təsir eləyən bu hissədə, yəni bir digər insanla münasibət qurduğumuz zaman ya da qurmaq istədiyimiz zaman bizə bir çox faktor təsir eləyir və biz adətən münasibətimizdə sadəcə o münasibətin dinamikasını yaşamırıq. Əslində biz o münasibətdə keçmişimizlə, yaşadıqlarımızla
təcrübələrimizlə çıxış eləyərək münasibəti qurmağa başlayırıq. Münasibətdə bir bizi formalaşdırmağa çalışanda o bizim bir hissəsi mənim keçmişdən gətirdiyim təcrübələrimdir, yaşantılarımdır, inanmaq istədiklərimdir ya da inanmadıqlarımdır. Ona görə bu kökləri biraz psixoloji nöqteyi nəzərdən incələməyə çalışacağıq. Ümumi başlıqlar olaraq qeyd elədiyimiz zaman emosional asıllığın köklərində uşaqlıq təcrübələrimiz ola bilər. Bəzən bunun kökündə tərk edilmə qorxusu ola bilər və çox ümumi başlıqlar altında qeyd edirəm hal-hazırda. Bəzən də aşağı özünə hörmət ola bilər. Bütün bu təcrübələr, tərk edilmə qorxusu, aşağı özünə hörmət 3 kilo təxmini deyirəm 500 ya da 5 kilo çəkisində dünyaya gələn uşağın xəbərdar olmadığı anlayışlardır. Bəs nə baş verir? Bəs necə olur ki, bu 5 kiloluqda təxmini toppuş uşaq olsa 5 kilo olacaq. 5 kiloluq bir canlı necə olur ki, biri daha rahat dünyaya bağlanır, daha güvənli hiss eləyir, daha huzurlu olur, daha sakit bir orqanizmdə həyatını davam elətdirir. Amma digəri münasibət qurmaqda çətinlik çəkir, ya da özünə inanmır, özünə hörməti aşağı olur, bacaracağı ilə əlaqədar həmişə tərəddüdlər olur, daxili bir boşluq olur, heç nədən xoşbəxt ola bilmir və s. Buna təbii ki, təsir edən bir çox faktor var. Burada bizim bioloji, hormonal bir tərəfimiz var, yəni doğuşdan gətirdiyimiz xüsusiyyətlərimiz var. Hətta doğum evində belə uşaqların biri məsələn işıq yanıb sönərkən biri ağlamağa başlayır, biri çox mışıl-mışıl yatmağa başlayır. Hər birinin reaksiyası fərqlidir. Artıq doğuşdan etibarən bir bioloji reaksiya qabiliyyətimiz fərqliləşməyə başlayır. Amma eyni zamanda hər şeyi bioloji təbiətimizə bağlamaq da təbii ki, yanlış olacaq. Bizim doğulduğumuz ailədəki münasibətlər və bizə olan rəftarların təsiri nəticəsində bizdə dünya haqqında inanclar formalaşmağa başlayır. Bir növ sxemlər formalaşmağa başlayır. Məsələn, hər hansı bir stol dediyim zaman ağlınızda hər birinizin həmən ya dairəvi, ya dördbucaq, müxtəlif formalı stollar canlanmış olur. Bu, eyni şəkildə transfer edə bilərik bu məlumatı. Məsələn, dünya haqqında, dünyanın güvənli olub-olmadığı haqqında fikirlərə də. Dünya görəsən güvənilir bir yerdir, yoxsa güvənilir bir yer deyil. Yəni, bu haqda da bir fikir məhz o yaşantıların təsiri ilə formalaşmağa başlayır. Və burada biz təbii ki, Jeffrey Young tərəfindən ortaya atılan, xüsusən 1990-cı illərdə və hal-hazırda da patoloji hallarda daha çox istifadə olunan terapiya növlərindən biri olan şema terapiya ya da türklər şema deyir, biz sxema deyə tərcümə edirik. Sxema dediyimiz zaman dünya və digərləri haqqında yaratdığımız anlayışları nəzərdə tuturuq. Burada Young'ın nəzəriyyəsinə görə bizim həyatımızda 4 əsas erkən yaşam təcrübəsi var. Mən danışdıqca yəqin ki, özünüz də bir istəyən paylaşa bilər, paylaşmaya da bilər. Çünki çoxsunuz, ola bilər bəzi şeylər özəldir təbii ki. Amma bir içinizdən düşünmənizi istəyəcəm. Çünki mən də bu cəmiyyətin bir üzvüyəm və daha sonra müzakirə hissəsində sizlərlə o hissələri də müzakirə edərik ki, bir çox yaşantılarımızda yanlış gedən, yanlış tərzdə yanaşmalarla böyüyən insanlarıq. Mən də daxiləm, digəri də daxildir. Yəni, doğru bilib yanlış yanaşmalarla böyüyən nəsilləri. Ona görə də burada məqsədimiz də odur ki, ən azından bu yanlışları psixologiya inkişaf elədikcə biz bu yanlışları tədqiqatlar əsasında görürük. Təbii ki, məişət təcrübəmizə əsaslanmırıq və bu tədqiqatlar əsasında da yenə Young'ın nəzəriyyəsindən yola çıxanda 4 növ erkən yaşam təcrübəmiz olur. Birinci təcrübəmiz nədir? Ehtiyacların qarşılanmasının zədələyici şəkildə maneələrin olması. Uşaq üçün hər birimizin tələbatları var. Nədir bunlar? Anlayış, güvəndə hiss eləmək, sabitlik, sevgi, təməl ehtiyaclarımız var.
bu bütün dünya insanları üçün keçərli ehtiyaclardır və bu ehtiyacların qarşılanmaması. Məsələn, bir bioloji varlıq olaraq canlı nə götürək? Məsələn, bir inəyin balası dünyaya gələndə biraz 1-2 saatdan sonra səhv eləmiş ola bilərəm. Nə bilim olsun 4 saatdan sonra deyim, ayaq üstə durub, birazdan sonra özünə gəlib ayaq üstündə dura bilir. Amma biz nə qədər güclü varlıqlar kimi özümüzü bu cəmiyyətə, dünyaya təqdim eləsək də, biz elə varlıqlarıq ki, biz dəstək olmadan bu dünyada böyüyə bilmirik. Fiziki olaraq da bəzən o sevgi ehtiyacımız qarşılanmadığı zaman, uşağa toxunulmadığı zaman, qucağa alınmadığı zaman, qayğı görmədiyi zaman ya da tutarsız bir valideyn ya da valideyn əvəz eləyən, baxım verən şəxs tərəfindən böyüdüldüyü zaman çox təəssüf ki, erkən uşaq ölümlərinin sayının da artdığı bu situasiyalarda görülə bilir. Yəni uşaq yaxşı olandan az olur, azalır. Bu yaxşı olan nədir bizim üçün? Anlayış, sevgi, sabitlik. Deyə bilərsiniz ki, çağa nə bilir ki, anlayış nədir? Çağa nə bilir ki, sevgi nədir? Bilmirəm. Burada necə fikirləşirsiniz? Sizcə çağa bilir, yoxsa bilmir? Mənə dəstək. Bəlkə mən səhv deyirəm. Çağa axı danışa bilmir, fikrini ifadə eləyə bilmir. Bunu bilə bilər sizcə? Yoxsa bu psixoloqlar özlərindən bir şeylər mi deyirlər sizcə? Fikirlərinizi yenə yaza bilərsiniz ya da bir ikinizdən fikri ala bilərəm. Təbii ki, bilir. Təmasdan, ona olan ünsiyyətdən daha çox hiss edirlər məncə. Emosional anlam. Təbii ki, hiss edir və sizin hər birinizə də məsləhət görəcəm ki, oxumağı əgər sevirsinizsə, mütləq bədən qayıt tutar kitabını oxuyun. Yəni biz dünyaya gəldiyimiz gündən etibarən hər nə qədər yəni ilk günlər müəyyən bacarıqlara sahib olmasaq da, biz təması, gərginliyi, ananın vəziyyətini çağalar hiss edir. Bu ana bətnində də keçərlidir və xüsusən uşaqlarla işləyən uşaq terapistləri, mənim rəfiqələrim də var bu sahədə işləyən, bəzən doğum anını belə çətin doğuş keçirilibsə, uşağın oyunlarında məhz bunların sərgiləndiyini, yəni o gərgin məsələn girir terapistin paltarının altına, deyir mən buradan çıxa bilmirəm. Daha sonra anadan soruşur. Ana deyir ki, doğuşum çətin olur. Yəni bu belə inanılmaz kimi gəlir, amma bunlarla, yəni bunun kimi bir çox təcrübələr və paylaşımlar var ki, həqiqətən də nəzəriyyə ilə üst-üstə düşən təcrübələrdir. Ona görə də birinci hissəyə baxdığımız zaman, əgər biz bu hissədə anlayış, sevgi, sabitliyi ala bilmiriksə, burada daha sonra görəcəyimiz müəyyən bir problemlər çıxa bilər. Travmalar, uşaq zərər görür ya da məyus edilərsə, ya da təhlükə, acı, təhdidin içindədirsə, məsələn, Qəzzədə olan hadisələri düşünün. Uşaq dünyaya gəlib, məsəl üçün 5 aylıqdır və bomba partlayır. Ana təlaşlıdır, hamı ora-bura qaçışır. Bir gərginlik var, qida yoxdur və s. Yəni bütün bunlar travmatik yaşantılardır və hansı sxemlər formalaşır? Mən ac olduğum zaman hər zaman qarnım doyuzdurulmayacaq. Məni qucağına götürən şəxs ya əsəbidir, ya gərgindir, ya bəzən də heç mən yoxam sanki, məni heç ağlasam da qucağına götürən yoxdur. Yəni bu mən məcazi mənada deyirəm. Yəni bu dünya haqqında bədənsəl olaraq, bədən olaraq bizdə sxemlər formalaşmağa başlayır. Dünya güvənsizdir, digər insanlar təhlükəlidir ya da bəzən bunu kompensasiya eləmək üçün həddindən artıq təmkinlilik sərgiləyərək həyatda qalmağa çalışırıq. Ya da bəzən ümidsizlik ola bilir. Üçüncü hissə, erkən yaşam təcrübəsi, yaxşı olandan həddindən artıq alınması. Bu, bəzən qarşınıza sərhədlərini bilməyən insanlar kimi çıxa bilir. Bu insanın azadlıq və gerçək limitlər, yəni sərhədləri ilə bağlı anlayışı inkişaf eləməmiş olur. Və belə insanlar adətən bunlara hər şey olar, yox, xeyr sözünü başa düşməkdə biraz çətinlik çəkirlər.
biraz yox, hətta xeyli çətinlik çəkirlər və buna yaxşı olandan hədsiz bir şəkildə verilmişdir və ego şişməsi baş vermişdir. Ego o qədər şişib ki, artıq dünyanın onun ətrafında dönəcəyi ilə əlaqədar sanki bir fikir formalaşdırıb və daha sonraki hissələrdə biz bunun münasibətlərə necə əks olunduğu üzərində danışacağıq. Və dördüncü, bəzən mən sözləri Azərbaycanca tapa bilmirəm, ona görə burada da seçici içsəlləşdirmə deyə qalıb, amma bunu sizə də izah edeyim ki, önəmli digərləri ilə yaşanan seçici içsəlləşdirmə, yəni özününküləşdirmə. Bu nəyi izah edir? Məsələn, hər birinizə soruşsam, vaxtımız olsaydı, uşaq vaxtı ya oxşadaraq sizi, ya bəzən uşaqlara Azərbaycanda qıcıqlandırırlar, məsələn deyirlər ki, tutaq ki, nə bilim, səni zibillikdən tapmışıq, qonşu atmışdı, biz götürdük, əslində biz sənin anan atan deyilik. Və uşaq ağlayır, sanki bəzən bizimkilər də, yəni valideynlər ya da böyüklər də bu ağlamaqdan zövq alırlar ya da onun üz ifadələrindən zövq alırlar. Amma daha sonraki hissədə o ki, o uşaq böyüyür, gəlir seanslara. Orada bu tip düşüncələrin, bu tip yanaşmaların onun şəxsiyyətində, mənliyində nə qədər mənfi təsirləri olduğunu görə bilirik. Və bu nə deməkdir? Bu o deməkdir ki, uşaq dünyaya gəldiyi gündən etibarən ona verilən, axı biz formalaşmamışıq, biz bizə veriləni mənimseyirik və bəzən elə bilirik ki, bu bizik. Amma məsələn, sizə deyildi ki, mənim oğlum çox ağıllıdır, o səbirlidir. Bəlkə siz səbirli deyildiniz, sadəcə valideyn sizi səbirli görmək istəyirdi, yəni bu sözü çox-çox deyirdi və müəyyən dönəmdən sonra siz onu özünüzünkiləşdirdiniz. Sanki həqiqətən də səbirlisiniz. Yəni bunun kimi müxtəlif mənfi və müsbət etiketlər var ki, bu etiketləri bəzən bizim xarakterimizə aid deyil, cəmiyyət ya da ailə bizə onu yapışdırıb. Və biz bəzən o yapışdırılan etiketlə inanaraq, sorğulamayaraq, təhlil etməyərək həyatımızı davam etdiririk. Sxem terapiyanın, gəlin görək, fəsadları nə ola bilir, xüsusən münasibətlərdə. Məsələn, ayrılma və rədd edilmə şemasında ya da sxeminə sahib olan insanlarda nə baş verir? Adətən valideynlə, yəni onu böyüdən şəxs, ana ola bilər ya da ana əvəzi baxan şəxs ola bilər. Bu şəxsin soyuq, rədd edici, bəzən şiddət tətbiq edən ailələrdə ortaya çıxandır. Nələr olur münasibətlərdə, belə insanlarda? Belə insanlar tez-tez tərk ediləcəyini ya da münasibətdə qeyri-sabit olurlar. Bir münasibətə bağlanmaq istəyirlər, bir aqressiv davranıb uzaqlaşmağa çalışırlar. Çünki zamanında onun sevgi anlayışı ya da onun münasibət anlayışı belə formalaşdı. Ona baxan şəxs bir ona yaxşı davrandı, qidasını verdi çağaya məsəl üçün, qucağına götürdü, bəzən də tutarsız davrandı. Yəni, sabit bir davranış şəklini görmədi. Bəzən bu insanlarda güvənsizlik, sui istifadə mövcud ola bilir. Yenə qarşı tərəfin onları aldadacağını, onlardan istifadə edəcəyi ilə əlaqədar fikirləri olur. Bəlkə qarşısındakı insan normal bir insandır, amma şəxsin özünün bu tip fikirləri olduğu üçün o daim qarşı tərəfdən şübhələnməyə başlayır, inanmır ya da niyə mənlə birlikdədir ki, suallarını özünə verməyə başlayır. Emosional məhrumluq. Bu da yenə eyni tərzdə baxımdan, qayğıdan məhrum qalan uşaqlarda formalaşır və o fikirləşir ki, bir münasibətə girdiyi zaman da onsuz da qarşı tərəf onun ehtiyaclarını qarşılaya bilməyəcək ya da qarşılama kimi onu anlamayacaq. Belə bir məsuliyyəti yoxdur. Niyə anlasın? Çünki evimdəki məni anlamadı, axı məni heç anam da sevmədi, məsəl üçün də atam da sevmədi. Mən evdən, kökdən o hissləri almadım. Tanımadığım bir insan münasibətdə bunu mənə niyə versin? Və yaxud verdiyi zaman mən buna inanmayacağam çox
və burada şübhələnməyə başlayacaq və təbii ki, bu şübhələrim sırf münasibətin dinamikası ilə bağlı olmayacaq, mənim öz güvənsizliklərim, öz münasibət qavrayışlarımla əlaqədar olacaq. Yenə qüsurluluq, sosial təcrid ilə əlaqədar, özü ilə əlaqədar məsələn rədd edilmə və yaxud günahlandırmağa qarşı hədsiz bir həssas reaksiyaların olması, özünü hədsiz mərkəzə alması yenə də münasibətə mənfi təsir edən faktorlar kimi qarşımıza çıxır. İkinci sahə nədir? Zədələnmiş azadlıq və yaxud özünü göstərmə dediyimiz sahədir. Bəzən biz münasibətdə, xüsusən ailə psixologiyası dərslərində keçəndə də bunu qeyd edirik. Biz, məsələn, cütlüklər deyir ki, biz belə düşündük, biz olmağa çalışırlar. Ayrı-ayrı kimliklər və mənliklər münasibətə girəndən sonra, xüsusən ailə filan da qururlarsa, artıq mən deyə danışmırlar, bizim ailə deyirik də, deyilmi? Biz anlayışı formalaşmağa başlayır. Amma təəssüf ki, bəzən bu biz anlayışının içində mənliyin unudulması var. Biz olmaq mənin unudulması demək deyil. Mənlə birlikdə bizim var oluşudur. Yəni biz bir dairə kimi düşünsək, mən özümü bir dairə kimi çəksəm, qarşı tərəfi də bir dairə kimi çəksəm, bu dairənin ikisi birləşəndə ortaq bir hissə yaranır. Amma bu ortaq hissə yaranmayıb. Tərəfin biri bütün həyatını, arzularını, hər bir şeydə yox olub, mənliyi yox olub, digər o bizin uğruna fəda edərsə, öncə münasibətin başında bu çox xoşmuş kimi görünür, tərəflərə xoş təsir bağışlasa da, təəssüf ki, zaman keçdikcə, illər keçdikcə şəxs dönüb arxaya baxdığı zaman çox eşitmisiniz də, yəqin valideynlərimizdən sənə görə qaldım, yoxsa çoxdan atamdan ayrılardım, ya da saçımı süpürgə elədim, ömrümü sizə sərf elədim və s. kimi bu tip. Yəni, xüsusən yenə deyirəm, yeniyetməlik və gənclik dövründə övladları artıq olandan sonra geriyə dönüb baxanda bəzən bu fədakarlıqların hədsiz olduğu və özünün yox olduğunu görən, fərqinə varan insanlar olur. Təbii ki, bu yaşanmamışlıqlar da bu insanları belə deyim də, hüzursuz eləməyə başlayır və bəzən görürsən ki, 45-50 yaşında təzədən bir peşə, instituta girmək istəyir, məsələn, oxumayıb, təhsil almayıb, yenidən oxumaq istəyir, nəsə bir şey eləmək istəyir, yaşamadığı hissləri, yaşamadığı gəncliyi bəzən yaşamaq istəyir. Buradan məna çıxmasın ki, məsələn, fədakar olmaq ya da biz olmaq pisdir anlamında bunu ifadə eləmirəm. Biz olmaq, məni qoruyaraq biz olmaq, hər iki tərəfin, siz axı cütlük qarşılaşmadan öncə, münasibət yaranmadan öncə hər iki tərəfin arzuları var, gələcəyi var, həyatı ilə bağlı gözləntiləri var və o gözləntilər siz bir olanda, əgər bir-birinizin bu gözləntilərini, arzu və istəklərini bəsləyə bilirsinizsə, qidalandırıla bilirsə, o zaman o biz daha yaxşı biz olur. Çünki tərəflərin ehtiyacları da qarşılanır və eyni zamanda o biz olaraq daha güclü bir növ gələcəyə doğru getmiş olurlar. Ona görə də bu zədələnmiş azadlıq və özünü göstərmə hissəsində bəzən hədsiz münasibətdə asılılıqlar yaranır. O olmadan mən heç nə eləyə bilmərəm. Mən özüm təkcə necə eləyim ki, mən necə gedim filan sənədi alım, mən necə başqa yerdə oxuya bilərəm. Yanımda mütləq kimsə olmalıdır, mən özüm bacarmaram. Ya da bəzən bu asıllıq o dərəcədə ola bilir ki, həddindən artıq inkişaf etməmiş bir mənlik formalaşır və münasibətlərində hədsiz bağlılıq deyil də, asıllıq yaranmağa başlayır. Şəxs öz həyatının, öz arzularının hamısını digərinin həyatı və idealları üzərindən gedərək qurmağa başlayır və bəzən indi həyatda da heç kəs qarantili deyil bu həyatda, bu anlamda. Məsələn də həyat yoldaşı dünyasını dəyişdisə, artıq özü də yox ola bilir ya da intihar eləyə bilir. Çünki özünün varlığı tamam sevgisi ola bilər, amma özünü reallaşdırmadı.
özünə aid bir hissəsi bu dünyada qalmadı. Onunla birlikdə özünü də bəzən gömmək istəyir, bastırmaq istəyir ya da bəzən yaşasa da mövcud olmağa çalışır və bunu da bu şəkildə ifadə edir. Ona görə bu da yenə zədələnmiş azadlıq və uşağın kiçik yaşlardan etibarən ona danışmağına, fikrini ifadə etməsinə, özünü ifadə etməsinə fürsət verilməyən ailələrdə böyüyən uşaqlarda daha çox görülə bilər. Üçüncü sahə yenə zədələnmiş sərhədlər sahəsində bəzən biraz öncə də qeyd elədim. Yaxşı olandan çox alan uşaqları nəzərdə tutacağıq. Hədsiz hər şey verilib, göz bəbəyi olub ailənin ya da papanın gül balası olub. Belə uşaqlar üçün yox anlayışı yoxdur və ona görə də bu uşaqlar formalaşdıqları dövrdə o qədər belə formalaşırlar. Elə bilirlər ki, dünya da belə olmalıdır və dünya hamı ona borcludur, ətraf ona borcludur və adətən də münasibətlərində haqlılıq, üstünlük qurmaq ya da disiplin qurmaqda, öz həyatını yönləndirməkdə çətinlik çəkə bilirlər və bəzən də xüsusən şəxsi doyuma, yəni anlıq həzləri dadmaq istəyirlər. Heç nə onları xoşbəxt eləyə bilmir, heç nədən məmnun, sanki yerlərində dura bilməyən, nəsə axtaran, amma nələrsə tapdığında yenə xoşbəxt ola bilməyən insanlar kimi böyük yaşamda qarşımıza çıxır. Və təbii ki, mən bunları yəqin ki, danışdıqca bu çətinlikləri münasibətlərdə necə ola biləcəyini hiss edə bilərsiniz. Digər bir şemamız isə sxemimiz digərlərinə yönəlmə. Yenə də bizim kimi cəmiyyətlərdə sanki bu hissə daha çoxdur. Nəzarəti başqasına buraxmaq. Başqasına nədirsə onunla həmişə razılaşma, öz fikrinin olmaması, hədsiz fədakarlıq etməsi. Bunu bəzən biz müsbət bir hal kimi qiymətləndiririk ki, nə bilim, o qədər filan kəs fədakardır. Müəyyən mənada, bizə axı uyğundur, biri bizə fədakarlıq eləyəndə eyni zamanda bizim tələbatlarımızı qarşılayır ya da ehtiyaclarımız ödənilir, nəyimizsə, məsəl üçün, ana fədakardırsa, bizim yerimizə hər şeyi eləyir, yeməyi eləyir, otağımızı təmizləyir, problemlərimizi həll eləyir və s. Amma görəsən bu fədakarlığın altında onu edən şəxs həmişəmi rahatdır? Yəni, həmişəmi normal psixi sağlamlığı yerindəmi olur? Ya da bəzən hədsiz fədakarlıq edən insanlar manipulativ olur. Çünki sizə fədakarlıq, sizə yaxşılıq edən insana adətən, normalda biz deyirik ki, o mənə bu qədər yaxşılıq eləyib, mən ona necə pislik eləyib. Və bəzən fərqində olmayan o şəxs digər insanlarla münasibət qura bilmək üçün fərqində olmadan, yəni bunu bəzən bilərək eləmirlər, hədsiz belə boyun əyici, hədsiz yaxşını oynamağa başlayırlar və bu fədakarlıq eyni zamanda onu təmin eləyir ki, onun ətrafında onunla münasibət qura bilən insanlar yaranır və o buradan qidalanır. Çünki yanında insanlar var, münasibətləri yaxşıdır, hamı onu tərifləyir. Yəni təriflənmək nədir? Başqaları məni görür, mən yaxşı insanım. Yenə deyirəm, burada da biz uclardan danışırıq. Təbii ki, müəyyən mənada istər münasibətlərdə qarşılıqlı olaraq bir-birimizə nələrsə eləmək, nələrsə göstərmək bu normaldır. Amma hədsiz olduğu zaman problemlər yarana bilir. Bəzən də təşvişli münasibətlərdə bir tərəf hədsiz təşvişlidir, həmişə narahatdır, həmişə sanki hisslərini bastırır və istəyir ki, qarşı tərəf onun fikrini oxusun. Desin ki, məsələn, seansda bunu belə qeyd edirlər ki, mən istəyirəm o özü başa düşsün. Necə başa düşsün? Başa düşməyəcək. Yəni, sənin beynində oxuma kimi bir qabiliyyətə sahib deyil. Əgər sən öz duyğularını ifadə eləmirsənsə, nə istədiyini demirsənsə, olmayacaq. Belə təşvişli böyüyən insanlar da adətən tələbkar və cəzalandırıcı ailələrdə böyüyür. Daim nə eləsə onu bəyənmirlər, daha yaxşısını eləyə bilərdim. Bu nədir ki, hamı eləyir. Bunun daha ötəsi var. Bu bir tərəfdən ola bilər, deyə bilərsiniz ki, hədə insanı motivasiya eləyir, mükəmməl olmağa çalışırsan. Amma uzun müddətli yenə baxdığımız zaman belə insanlarda müəyyən zirvəyə çatıb, o zirvədən yoldan zövq almamaq, bədbinlik, yüksək standartlar, bəzən, məsələn, mənim belə bir pasiyentim olmuşdu, kənardan çox yaxşı bir cərrahdır,
hamı onun işini tərifləyir, yəni mən də müşahidə eləyirəm, amma deyir nə olsun ki, onu hamı eləyir. Amma onu elədiyini hamı eləmir də. Amma o özünü o hissədə görmür. Deyir mən heç nə eləmirəm, heç nə də bacarmıram. Ona görə bu hissədə də belə insanlar da adətən gərgin olur. Qısaca, əgər bağlanma nəzəriyyəsinə də bağlasaq bu şemanı, nə baş verir? Bağlanma nəzəriyyəsi də indi aranızda psixoloqlar var, tələbələrimizdən də var, yəqin digərləri də bu ixtisasdandır, bunları bilirsiniz yəqin ki. Nə baş verir? Bowlby'nin nəzəriyyəsinə görə güvənli bağlanma, güvənsiz bağlanma, qorxulu və dezorqanizə ya da qeydsiz, biganə bağlanma baş verə bilər. Güvənli bağlandığım zaman mən doğulduğum gündən etibarən ailəmin dəstəyini gördüm, qidalandırıldım. Kiçik körpə olaraq körpə nöqteyi nəzərindən danışıram və mən inanıram ki, belə bir anlayış, sxem formalaşdırıram ki, mən də dəyərliyəm və ətrafa da güvənmək olar. Çünki məndən ətrafdan zərər gəlmədi. Həmişə hər ehtiyacım qarşılandı. Güvənsiz bağlanmada mən pisəm, amma qarşı tərəf yaxşıdır. Nə edəcəm? Hədsiz fədakarlığı oynayacağam. Hədsiz fədakar olmalıyam ki, məni ancaq o zaman sevər insanlar. Amma fədakar olmasam məni sevməyəcəklər. Qorxulu bağlanma biraz öncə də qeyd elədiyim kimi daha çox travmatik yaşantılar zamanı ortaya çıxır. Burada nə baş verir? Dünya da təhlükəlidir, mən də dəyərsizəm. Mənim bir anlamım yoxdur. Və dünyada çox qorxulu yerdir. Heç kimə inanmaq olmaz. Hər şey təhlükədir. Özü, nə bilim, çayıma zəhər qata bilərlər. O mənə pislik eləyə bilər. Yəqin ki, biz də bu coğrafi bölgədə həmişə düşmənlərimizlə bərabər yaşadığımız üçün bu hissə bizdə çoxdur. Hamınızın ailəsində belə ümumiləşdirmə hətta eləmək olar bəlkə də valideynlərimiz nədir? Ehtiyatlı ol. Sən safsan, səni aldada bilərlər. Güvənmə. Nə tez güvəndim. Çünki biz bu coğrafiyada rahat bir müharibələrin içində böyüyən valideynlərimiz də elədir. Siz də indi ən azından son illər bu qalibiyyət duyğusunu artıq şükür Allaha ki, siz yaşayırsınız. Daha bir özgüvənli kimliyə və cəmiyyətə sahib olaraq davam edəcəksiniz. Ona görə də bu qorxulu bağlanma da yenə özün və gələcəklə bağlı, digərləri ilə bağlı mənfi hissələrin olmasıdır. Bir də qeydsiz biganə bağlanma, yenə biraz öncə qeyd elədiyim kimi, hədsiz ərköyün uşaqların olduğu və hamının ona borclu olduğu bir münasibəti düşünə bilərsiniz. Bu münasibətdə də burada mənəm Bağdadda Kor xəlifə deyə bilərik. Hamı mənə borcludur. Mən önəmliyəm, digərlərinin əhəmiyyəti yoxdur. Yaxşı. Normal münasibət nədir? Bu biraz çox qısa eləməyə çalışdım, amma uzandı yenə. Təməl, yəni münasibətlərimizə təsir edən bağlanma və sxemlər, təməl anlayışlardır ki, adətən münasibətlərə baxdığımız zaman seanslarda da bu hissələr bizim üçün önəmlidir ki, pasiyentdən də soruşuruq ki, bu necə ailədə böyüyür, bunun böyüdüyü zaman ya da bunun doğulması ailədə necə bir təəssürat yaranıb. Məsələn, bir valideyn pasiyent qeyd edir ki, hamiləliyimin 5 ayına qədər mən uşağın doğulmasını istəmirdim. Və hər evə gəldiyimdə yoldaşım deyirdi ki, düşmədir, kaş bu uşaq olmasın, kaş bu uşaq olmasın. Və ana bu ab-havada, bu emosional vəziyyətdə o uşağı dünyaya gətirir. Təbii ki, o uşağın problemləri, yəni emosional problemləri və daha sonra ona yanaşmadakı o əksik tərəflər indiki yaşamında onun əks olunur. Ona görə də bunları bilmək bizə daha yaxşı insanı başa düşməyimizə kömək eləyəcək. İndi gəlirik normal münasibət nədir sualına. Yenə topu atıram sizə, istəyirsiniz yazın. Nədir normal münasibət? Ya da bu normanı görəsən kim müəyyən edir? Ya da dalaşmaq, ya da münaqişə olmaq görəsən həmişəmi anormal bir münasibəti göstərir? Məsələn, 10 il bir insanla münasibətiniz var ya da ailəlisiniz, düşünək və heç vaxt dalaşmadınız, münaqişəniz olmadı və çox yaxşıyam deyə bilərik, yəni normaldır bu münasibət. Bir dənə yazsanız qısa ki, normal münasibət nədir qısaca? Sevgi və hörmət, inam, dəyər, sağlam ünsiyyət, norma çoxluğa əsasən təyin olunur, lakin hər münasibətin hər kəsin özünə uyğun norması var.
Gülarə deyir. Sağlam dialoq. Hər şeyin dozunda olması, həm münaqişənin, həm də sevginin. Münaqişəsiz sevgi olmur məncə. Əgər iki insan da qarşılıqlı olaraq qaçırdım. Hörmət çərçivəsində empatiya ünsiyyətin balansı. O saat bilinir ki, psixologiya tələbəsidir, empatiyadan bəhs edir. İnsanların bir-birinə, Sitarə xanım deyir, qarşılıqlı hörmət etdiyi bir münasibət və bağlılığa ciddi yanaşması, balanslı davranışı. Yaxşı, indi keçək biz digər hissəyə. Sevgi üçbucağı. Bu da Robert Sternberg tərəfindən 1980-ci ildə məhəbbətlə əlaqədar ortaya atılan bir nəzəriyyədir. Və burada da maraqlı hissələr var. Yenə deyirəm, vaxt qısadır deyəndə mən çalışacağam, yığcam danışım. Və burada Robert qeyd eləyir ki, sevgidə 3 əsas hissə var. Bu ehtirasdır, bu yaxınlıqdır, bu bağlılıqdır. Ehtiras aydın məsələdir. Məsələn, bəzən mən bunu dərslərdə zarafat üçün qeyd eləyirəm ki, kitabxanada kitab düşür, kitabları qaldıranda göz-gözə gəlirsiniz, elektrik keçir, nə bilim, nə olur. İndi siz də məndən daha yaxşı bilərsiniz də yeni anlayışlarla, yeni yanaşmalarla. Bir növ tərəflərin fiziki olaraq bir-birlərini çəkici hiss etməsi, çəkici gəlməsi ki, ayda bir qız gördüm, ayda olan o qədər yaraşıqlı idi və s. Yəni ilk baxışda ya da ilk fiziki olaraq onu hiss eləməsi, cazibəli, fiziki olaraq cazibəli gəlməsi. Yaxınlıq, bu bəzən xüsusən universitet illərində ya da iş mühitlərində də ola bilir. Tərəflərin bir-birinə yaxın olduğu, dostluq münasibətindən sonra formalaşan bir sevgini ifadə edir. Dost olurlar, bir münasibətlər olur, ya iş yoldaşlıqlar, ya qrup yoldaşı. Bir yaxınlıq yaranır və daha sonra bu yaxınlıqdan bir sevgi yaranır. Burada da tərəflər bir-birinə emosional və maddi dəstək kömək eləyə bilirlər ya da dəstək olmağa çalışırlar. Bir də üçüncü hissə artıq bağlılıqdır. Bağlılıq hissəsi də sevgi duyğularını hiss etmək, onunla daha çox vaxt keçirməyə çalışmaq və bir növ yazılı olmasa da, daha sonra yazılıya tökülsə də, sanki tərəflər öz aralarında bir anlaşma imzalayıblar, sanki deyirəm, görünməmiş, yazılmamış bir anlaşma və bu münasibəti sürdürməyə söz verirlər. Və bu üç hissəni unutmayın, yadınızda saxlayın, ehtiras, yaxınlıq və bağlılıq. Buradan nələr yaranır? Məhəbbətin 8 növü yaranır. Amma mən istəyəcəm ki, siz biraz bu hissədə qalaq, düşünək. Sizcə, siz özünüz əgər yanınızda, nə bilim, vərəqiniz, qələminiz varsa, özünüz üçün qeyd edin. Məsələn, yaxınlıqda sizcə bu üç hissədən hansı var? Ehtiras, yaxınlıq, bağlılıq. Məsələn, yaxınlıq, məhəbbətin yaxınlıq növündə hansı ola bilər? Ya da çılğınca bilmirəm, yazırsınız yoxsa baxın. Vizual olaraq gözlərinin qabağına üçbucağı gətirə bilərlər ki, həmin o təpə nöqtələri eşqdir. Birinci mərhələ eşqə düşməkdir. Hansısa bir əlamətə görə bir-birlərini cəzb eləyirlər. İkinci mərhələ dostluqdur. Üçüncüdə isə bağlılıq, artıq öhdəlik falan yaranır. Onların içərisində bu 8 növ yerləşir. Üzr istəyirəm, müdaxilə elədim. Yox, yaxşı elədiniz. Məndə əslində o dediyiniz üçbucaq var, amma orada hamısını yazmışam deyə istəyirəm biraz özləri tapsınlar, sonra ora gedim. Ora gedəcəm. Ora gedəcəm. Hə, yaxınlıq, dostca, yaxınlıq, tamam, yaxınlıq. Qoy bir şey buranı da açım, təzədən yaddan. Yaxınlıqda deyirsiniz, məhəbbətin yaxınlıq növündə həm yaxınlıq var, həm də bağlılıq varmı, ehtiras mı var, bağlılıq mı var? Biraz belə təbii ki, sual versəm uzanacaq, ehtiras məncə.
Yaxınlıqda ehtiras da var deyirsiniz, ehtiras da var. Sadəcə yaxınlıq var məncə. Tamam. Tamam. İndi bu şəkildə təbii ki, vaxtımız azdır, yəni üzrlü sayın. Hər birini bəlkə də bu qədər detallı hər birinizdən çox istəyərdim soruşum, amma yəqin ki, çatdıra bilməyəcəm. Yaxınlıq hissədə daha çox yaxınlıq və bağlılıq var. Bu hissəni istəyirsiniz telefonunuza çəkin, daha sonra müqayisə eləmək üçün və yaxud əgər hal-hazırda münasibətiniz varsa ya da sevdiyiniz biri varsa, mən hardayam deyə özünüz üçün düşünə bilərsiniz. Daha sonraki hissədə, məsələn, çılğınca məhəbbətdə ehtiras daha qabarıqdır. Romantik məhəbbətdə sizcə hansı qabarıqdır? Yəqin ki, deyin və keçib növbəti slayd. Romantikdə nə ola bilər? Aha, ehtiras və yaxınlıq, tamam. Aha, daha çox ehtiras və yaxınlıq hissəsi daha çox olur. Və bu hissədə sevgisizlik də hətta maraqlı cəhət odur ki, sevgisizliyi belə məhəbbətin növünə 8-ci növ olaraq qeyd eləyiblər və bu da biraz öncə saydığım 3 komponentin olmaması, amma tərəflərin bir-biri ilə bu komponentlər olmadan sadəcə bir münasibət içində olması nəzərdə tutulur. Bir də liyə görə məhəbbətin növləri var və bu məhəbbətin növləri də hansı yaxşıdır, hansı pisdir, artıq o insanın yəqin yaşam təcrübələrindən çıxardığı nəticələrlə də şəkil alacaq. Liyə görə məhəbbətin növləri ehtiraslı məhəbbəti eros adlandırır, dostca məhəbbət var, oyun kimi məhəbbət var. Və daha sonra ehtiraslı məhəbbətlə oyun kimi məhəbbət, yəni bu davranışlar birləşincə sahiblənici məhəbbət ortaya çıxır. Təəssüf ki, bu bizə xoş gələ bilir, xüsusən xanımlara, qızlara ki, məni qorusun, mənə sahiblənsin. Amma burada ki, şiddəti maniya səviyyəsində olur. Yəni, obsesiv bir tərzdə sahiblənmə, bir başqa insanın həyatına artıqlaması ilə müdaxilə etmə nəzərdə tutulur. Bunun içində həm dediyim kimi ehtiraslı məhəbbətin bir hissəsi var, həm də sanki bir oyun kimi məhəbbətin bir payı var. Daha sonra fədakar məhəbbət. Yenə fədakar məhəbbətin içində də ehtiraslı məhəbbət var. Eyni zamanda dostca, yəni yaxınlıqla bağlı bir hissə var. Məntiqli məhəbbət isə artıq bu hissədə tərəflər daha hisslərindən daha çox məntiqlə qərar verməyə çalışırlar və bu hissədə də tərəflər bir-birlərinin gözləntiləri, dünya görüşləri, gələcək planları və s. bunların uyğun gəlib gəlməyəcəyini, bunu insanla yola çıxıb çıxmayacağınla bağlı qərar verə bilir və bu hissədə də yenə dostluqda var və təbii ki, bunun içində də yenə oyun kimi məhəbbət, yəni artıq bir münasibətə məntiqli bir şəkildə qərar veriblərsə, həm bu gözləntilər biraz öncə sadaladıqlarım da qarşılanır və eyni zamanda bir növ flörtləşmə deyək də bu hissə ola bilir. İndi bu Kamil hocamızın da dediyi bir hissəyə gəlirik, bu üçbucağa gəlirik. Və çox vaxt seanslarda da ya da sizlər də yoldaşlarımız adətən deyir, bilmirəm, sevirəm, sevmirəm, nə bilim, xoşuma gəlir, bilmirəm, diqqətdən xoşum gəlir, yoxsa ondan xoşum gəlir. Bu çox olur da, qarışdırırıq ki, biz nə istəyirik ya da nə istədiyimizi bilmirik münasibətdən. Yenə bu üçbucağa baxdığımız zaman biraz öncə sadaladıqlarımı görə bilirsiniz. Məsələn, xoşlanma hissəsində bir başqasından xoşumuz gəldiyi zaman orada bir səmimiyyət var. Ya da dostca bir məhəbbətdən danışdığımız zaman yenə orada səmimiyyət və bir bağlılıq var, amma ehtiras daha azdır. Boş aşk dediyimiz hissədə sadəcə bağlılıq var, öyrəşmə var. Öyrəşir və onu sevgi hesab edir. Məsələn, bir yerdə tutaq ki, çox paylaşımlar olur, yaşantılara, məsələn, bir sinifdə oxuyurlar, bir qrupda oxuyurlar, bir çox şeyləri ortaqdır və bir-birlərinə bir növ evin ailə üzvü kimi öyrəşməyə başlayır, amma başda heç bir xoşlanma olmayıb, çəkicilik olmayıb və bu, bəzən bu bağlılığı
sevgi kimi qiymətləndirə bilir. Və bəzən də bu tutqu və bağlılığın arasında olan, yəni ehtiras və bağlılığın arasında olan, bəzən indi burada biraz aptalca aşk yazılır. Yəni qısa müddətli və nə istədiyini bilmədən yaşanan qısa müddətli münasibətlər bu hissədə daha çoxdur. Təbii ki, mükəmməl dediyimiz, mükəmməl biraz bəlkə də düzgün olmayacaq. Yəni yazar bunu belə qeyd eləsə də mükəmməl bir məhəbbət nağıllarda yəqin olur, amma ən azından ehtiras, səmimiyyət və bağlılığın faizinin çox olduğu bir məhəbbətdən söhbət gedə bilər ki, ehtiras da var o məhəbbətin içində, səmimiyyət də var. Tərəflər bir-birlərinə, biraz öncə sizə soruşduğum suallar var idi. Bir çoxunuz dediniz, güvəndə olmaq, özün kimi olmaq, azad olmaq, amma bu azadlıq o demək deyil ki, mən istədiyimi eləyirəm və o mənə heç nə demir, ya da mən ona heç nə demirəm, öz ayrı yaşantılarımız var və ortaq heç nə paylaşmırıq, bizim məhəbbətimiz belədir, orada biraz sual işarəsi var. Burada müdaxilədən söhbət getmir, amma tərəflərin bir-birinə hər anlamda emosional cəhətdən, gələcəklə bağlı karyera cəhətdən, yaşamı paylaşmaq, yaşamda bir-birinə dəstək olmaq hissəsindən söhbət gedir və burada da bu sadaladığımız xüsusiyyətlər çox olduğu zaman təbii ki, daha yaxşı bir münasibət ortaya çıxa bilir. Burada evlilik qeyd eləmişəm, amma bunu evlilik kimi, elə münasibət kimi də, indi gənclər olduğunuz üçün bunu münasibət olaraq qəbul edə bilərsiniz. Sizlərin dediyi hissələrin hər biri də burada da qeyd olunub. Asıllıq yox, asıllıq necə gördük? Biraz öncə qeyd elədiyim kimi, hədsiz fədakarlıq da bir asıllıqdır. Güvənsiz böyümüşəmsə, bir başqa insana möhtac şəkildə özümü hiss eləyirəmsə, münasibətdə də hədsiz münasibətdən asılı olub qarşı tərəfi yormağa başlayacaq. Və müəyyən müddətdən sonra qarşı tərəf bu münasibətdən sıxıldığını ya da anidən tərk edib gedə biləcək. Ona görə də burada asıllıq yox, bağlılıq, bağımlılıq yox, bağlılıq önəmli olacaq. Təbii ki, güvən münasibətlərin başında, xüsusən əgər güvənsiz bir ailə ortamından gəlmisinizsə ya da məsəl üçün də ailədə xəyanət hadisəsi baş veribsə və s. burada da bu təməl hissə zədələnmiş olduğu üçün ya da bir münasibətinizdə istəmədiyiniz müəyyən şeylər yaşayıb güvənsizlik yaşamısınızsa, nə bilim, xəyanətə məruz qalmısınızsa, daha sonraki münasibət fərqli bir dinamikada olsa da ağlınızda daim olacaq ki, bəlkə bu da. Səbir, hörmət, bir dənə səsi bağlayın, zəhmət olmasa. Kiminsə səsi açıqdır. Bəzən bağışlayıcılıq, məsuliyyət. Münasibət həm də məsuliyyətdir. Bu fərqi yoxdur. Öz cinsinizdən ya da qarşı cinsdən olsun. Münasibətə girmək məsuliyyət ala bilən insanlarda olur. Çünki münasibət eyni zamanda bərabərdir məsuliyyətdir. Məsuliyyət bu bir öhdəlik şəklində başa düşmür. Məsələn, imtahanı oxumalıyam ki, imtahandan keçin bir öhdəlikdir. Sanki bir məcburiyyət var. Amma bu məsuliyyətin içində bir başqa insanın yaşamını daraltmamaq, onun varoluşuna hörmət eləmək, onu olduğu kimi qəbul etmək çətindir, asan deyil. Bunu bəlkə söz olaraq özümüz dərk eləsək də münasibətdə elə nüanslar çıxa bilir ki, bu necə insandır, mən bunu tanıya bilmirəm, əvvəl belə deyildi və s. Amma dərin və biraz öncə sadaladığım komponentlərin olduğu münasibətdə adətən tərəflər bir-birini hər anlamda bəsləyir və tərəflər bu yaşamı, birlikdə yaşamı paylaşmaqdan zövq alırlar və bir-birlərinə dəstək olurlar və burada artıq bir növ o biraz öncə qeyd elədiyimiz mükəmməl bəlkə də məhəbbətdən söhbət gedə bilir. Burada bunu qeyd elədik, bəzən təsdiq ehtiyacı, bəzən qorxu və boşluq, darıxma, hamı kimdənsə danışır, hamının münasibəti var, qoy məndə də eybi yoxdur, pis olsa da nəsə bir münasibət olsun, adı olsun ki, münasibətdir. Bəzən tərəflər bir-birinin nə hiss elədiyini, nə istədiyini, məsələn, mənim belə bir pasiyentim var idi,
ki 20 illik evlidir. Bəyə soruşuram ki, yoldaşınız nə xoşlayır? Yoldaşınızda ən çox nəyi xoşlayırsınız? İnanın bir 10 dəqiqə düşündü. Qadın da boşanmaq istəyirdi. 10 dəqiqə düşündü. Yaxşı yemək bişirir. O qədər. Yəni 20 ildir sən bir insanla yaşayırsan, onun necə bir keyfiyyətini bilmərsən, yəni ki, hansı rəngi xoşlayır, nə bilim, hansı mahnını xoşlayır, nə edir, nə onu hirsləndirir. Çox düşündü. Yəni tanımayıb və təbii ki, bu istər-istəməz bu tip şeylər də yəqin ki, uzun müddətdə münasibətlərə təsir edir. Və beləliklə də biz asıllıq və bağlılıqdakı əsas fərqlərə baxdığımız zaman, məsələn, təsdiq ehtiyacı əgər asılılıqdırsa, həddindən artıq təsdiq edilmə. Tərəflər sanki bir ego savaşına girir və bir-birlərinə nəyisə sübut eləməyə çalışırlar. Çoxlu münaqişələr baş verir. O deyir, mən deyən düzdür, o deyir, sən suçlusan, bu deyir, sən günahkarsan. Bir-birlərinin davranışlarını deyil, şəxsiyyətlərini alçaldırlar ya da təhqir edirlər münaqişələrdə. Və bu uzun müddətli yenə davam eləyəndə çox çətin deyil də münasibətin gələcəyini görmək. Əgər tərəflər bir-birinin davranışlarından xoşlanmadıqlarını deyirsə, orada ümid işığı var. Amma tərəflər bir-birlərinin şəxsiyyətinə nə bir qıcıqlandırmaq üçün incitmə, artıq bu münasibət böyük ehtimal pozulmağa doğru gedəcək. Ya da 3 il pozulmayacaq, amma ehtimal artır. Ya da bəzən bir evdə yaşayan dul qadın və kişilərə rast gəlir. Yəni amma biri evlidirlər, amma eyni zamanda evliliyin içində sanki duldular. Bir-birlərindən xəbərləri yoxdur. Sadəcə ilə və s. ilə bir arada olan cütlüklər kimi qarşımıza çıxır. Amma bağlıq olduğu zaman nə olacaq? Təsdiq ehtiyacımız, mən də onun var oluşunu, o da mənim var oluşumu qəbul elədiyi üçün, təsdiq elədiyi üçün bu bizim üçün bir daxili gücə anlayışı, sərhəd anlayışı bəzən deyil, asıllı münasibətlərdə ən çox pozulan hissələrdən biridir. Çünki bu hissədə sərhədlər qeyri-müəyyəndir. Yəni bəzən müəyyən şeylər icazəlidir, bəzən müəyyən şeylər qadağalar qoyulur, amma qadağaların məntiqi yoxdur, əsası yoxdur və tərəf sadəcə mən belə istəyirəm deyib bir növ təzyiqlə öz bildiyini eləməyə çalışır və yaxud digər şəxsin sosial həyatını, sosiallığını, cəmiyyətə çıxışını məhdudlaşdırır. Bu fərqi yoxdur, istər qadın olsun, istər kişi. Bəzən məsələn qadınlarda da bu tip davranışları, kişilərdə də görə bilirik. Hər dəqiqə zəng eləmə, görüntülü aç, hardasan, yalan deyirsən, belədir, elədir. Yəni qeyri-müəyyən bir sərhədlərin olmadığı bir münasibət görürük asıllı münasibətlərdə. Təbii ki, sərhədlər elastik və düzgündürsə, o zaman münasibətlərdə bir aydınlıq və bir hörmətin olduğu hiss olunur. Fərdi inkişaf aydın məsələdir ki, yaxşı münasibətlərdə bağlılıq olduğu zaman dəstəkləyicidir, amma digərində daha çox müdaxilə edici və ego savaşı kimi qarşımıza çıxır. Qorxu duyğusu nədir? Qorxu duyğusu daha çox boşluq, yaşanmamışlıqlar, niyə bu insanla ailə qurdum? Ona görə də biz ailələrlə işlədiyimiz zaman, indi burada tələbələrimiz də var, onlara da o tapşırıqları verəndə mütləq o sualı soruşuruq ki, necə tanış olmusunuz? Və o tanışlıq hekayəsi əgər mehriban və xoşluqla danışılırsa, bizim ehtimalımız çoxdur ki, bunlar bu münasibətdə daha mutludurlar da, necə deyərlər. Amma bədən dilləri, reaksiyaları onu göstərmirsə ya da kaş tanış olmazdı, kaş ailəm verdi, mən istəmirdim, filan bu tip söhbətlər olursa, istər-istəməz biz bədən dilindən də və danışdıqlarından da bir boşluğun, bir anlamsızlığı hiss eləyə bilirik. Amma qorxu daha çox, məsələn, normal münasibətlərdə, bağlı münasibətlərdə daha çox güvəndə olma, təhlükəsiz hiss etmə, ailəmizin güvənli bir yerdə başqalarından qoruma, yəni ailəni qoruma kimi qarşımıza çıxır. Vaxtımız az qalır, çalışacağam yetişim. Bir növ, əgər biz sağlam münasibət qurmaq istəyiriksə, birinci özümüzü tanımalıyıq.
Bunu çox eşidirsiniz və psixoloqlar olaraq da biz çox deyirik. Amma nə qədər həqiqətən özünüzə sual verin. Nə qədər özümüzü tanıyırıq? Nə istəyirəm mən? Özünüzə o sualı verin. Mən nə istəyirəm? Nə qədər tanıyıram? Mənim hansı bacarıqlarım var? Mən nəyə qadirəm? Mənim görəsən beynimin sərhədləri hara qədərdir? Nəyi hara qədər bacara bilərəm? Yəni duyğularımı ya da nə hiss eləyirəm? Bəzən hisslərimiz belə ailələrdə də böyüyəndə deyir, nə bilim, nə hiss elədiyimi bilmirəm heç. Çünki o qədər hisslərdən uzaqlaşırıq ki, hissiyatımız sanki itir. Bəzən deyirik, məsələn, dad ala bilmirəm. Filan meyvənin dadını hiss eləyə bilmirəm. Hissiyatlarımızdan da, özümüzdən də uzaqlaşdıqca eyni şey baş verir. Biz nə hiss edəcəyimizi, necə hiss edəcəyimizi anlamırıq, anlamamağa başlayırıq. Və təbii ki, seanslarda da məqsəd biraz daha özümü, hisslərimi, arzularımı, gözləntilərimi, ehtiyaclarımı müəyyənləşdirməkdir. Təbii ki, bu bir, necə deyim, bir dəfə tanıdım, oldu, bitdi deyil də. Biz daim yenilənən, dəyişən insanlarıq və bunlar da dəyişəcək. Amma ən azından kökdə olan müəyyən hissələr var ki, biz ora doğru gedirik, o dəyərlərlə hərəkət edirik. Ünsiyyəti siz də qeyd elədiniz, biraz öncə sərhədlər qoymaq və şəxsi inkişafı da qeyd elədiniz. Bunları siz də qeyd eləmişdiniz. İndi münasibəti, bunu münasibətdə də deyə bilərik və münasibətlər haqqında miflərimiz nələrdir? Bu bizə cəmiyyətdən də, indi bu hissədə sizlərlə müzakirə açmaq da istəyəcəm. Bu hissədə cəmiyyətdən bizə ötürülən müəyyən fikirlər də var. Bir ömür boyu xoşbəxt olun. Nə gözəl alqışdır da, nə gözəl duadır. Amma biraz da bir hissəsi var ki, görəsən bu nə qədər, bizi niyə belə yalançı vədlərlə doldururlar? Mümkündürmü insanın bir ömür boyu hər gün üzünün smaylik olması, gülməsi? Yəni normal biz heç münasibətsiz də bir günümüz, səhər keyfimiz ayrı cür olur, orta nəsə olur, havaya baxırsınız, xoşunuza gəlmir, keyfiniz bəlkə pozuldu, axşam başqa bir cür oldu. Özümüz belə dəyişkən ikən necə ola bilər ki, mən təxmin eləyim ki, 30 illik münasibətimin hər günü çox gözəl keçəcək və həmişə xoşbəxt olacaq. Bu, yenə dediyim kimi, belə etik qayda olaraq, etik olaraq hər birimizin söylədiyi, mənim də istifadə elədiyim, sizlərin də ki, Allah xoşbəxt eləsin, Allah bir ömür mutlu eləsin. Güzel duadır, bunun üçün çabalamaq lazımdır. Amma burada bir yanlış hissə odur ki, bu bir ömür bəlkə zəlzələ oldu, bəlkə əlillik yarandı, bəlkə, nə bilim, başqa bir şəhərə köçdü, başqa bir şey çıxdı. Yəni, bu hissə dəyişkəndir və ona görə bunu dəyişdirib rasional bir fikir qoymaq lazımdır ki, hər kəs evliyində ya da münasibətində zaman-zaman problemlər yaşaya bilər. Əsas məsələ odur ki, problem yox, əsas məsələ odur ki, cütlüklər ya da partnyorlar bu problemi necə həll edirlər? Həll eləyə bilirlərsə, deməli, münasibət yaxşı bir münasibətdir. Həll eləmə bacarıqları var. Ən azından masaya yatırıb, nə baş verdi, sən nə hiss elədin, mən nə fikirləşdim, nə oldu? Ola bilər anlaşmasınlar mövzu, hər bir fikir olsun. Amma ən azından səmimi olub bunu gizlətmədilər. Ya da ikinci bir hissə, partnyorum, indi partnyor deyirəm və mən münasibətlə əlaqədar eyni, mən nə fikirləşirəmsə, mən nə arzuluyuramsa, mən necə istəyirəmsə, tutaq ki, deyirəm, uşağı tərbiyə eləməyi, o da eyni şəkildə olmalıdır, mənim kimi olmalıdır. Mənim kimi olmayan məndən deyil və mən onu münasibətdə qəbul eləyə bilmirəm. Bu da bir mifdir. Biz başqa dünyaların, başqa genetika ilə, başqa ailələrdə doğulan insanlarıq. Biz necə oxşar ola bilərik? Onun anası, atası fərqli oldu, fərqli bir keçmişlə dünyaya gəldi, fərqli bir bioloji təbiəti var. Mən də başqa bir insanların övladıyam və başqa bir yapıya sahibəm, quruluşa, başqa cür formalaşdım. Təbii ki, oxşarlıqların çox olması müsbət haldır. Amma %100 oxşarlıqdan burada söhbət getməyəcək. Evlilikdə ya da münasibətdə hər şey mükəmməl olmalıdır. Biraz öncə də qeyd elədik. Mükəmməl nədir? Kim bizə qoydu ki, hər şey mükəmməl olmalıdır? Nədir o mükəmməlin standartı nədir? Sual verib özümüzdə düşünməliyik. Mən hər şeyin ən mükəmməl
mən mükəmməl bir insan olmalıyam. Biz heç zaman tam mükəmməl ola bilməyəcəyik, olmuruq da. Bizə görə bizi mükəmməl sayan insanlar var, bizim mükəmməl saydığımız bəlkə insanlar var. Amma bu daim olacaq. Yəni mükəmməl nəyə görədir? Və bunun uğruna savaşmaq biraz türklər deyir, boşuna kürək çəkiyorsun. Boşuna enerjinizi sərf eləməkdir. Amma təbii ki, özünüzün bacarıqlarını tanıyıb, mən bu bacarıqları necə daha yaxşı hala gətirə bilərəm, bu hissə çox yaxşı bir hissədir ki, mən necə özümdə olan o gücü ya da disiplini formalaşdıra bilərəm, özümü necə yaxşılaşdıra bilərəm ya da mükəmməl deməyim, yaxşılaşdıra bilərəm deyə bilərik. Təbii ki, münasibətdə də hər şey mükəmməl olmalıdır deyə belə bir hissə yoxdur. Bəzən yenə bizim kimi cəmiyyətlərdə, yəqin digər cəmiyyətlərdə də qarşımıza çıxır. Bəzən münasibət qurtuluş kimi gəlir. Məsələn, ailə qurum, canım qurtarsın, evdən qaçım, evdəkilərdən bezmişəm, ona görə ailə qurdum. Belə gələn pasiyentlər də olur. Təbii ki, deyir elə evdəki daha yaxşı idi, bura daha çətin oldu ki. Ona görə də həyatınızdakı məsələləri həll eləmək üçün evlilik ya da münasibətə addım atmaq da yenə asılı münasibətlərə ya da qeyri-sağlam münasibətlərin formalaşmasına səbəb olacaq. Yoldaşım məni tamamlamalıdır yerinə, yoldaşım, partnyorum və mən bir komanda olmalıyıq. Məni niyə tamamlamalıdır ki? Yəni, biz iki insan olaraq gücümüzü birləşdirib nələrsə eləyirik yaşamımız üçün, həyatımız üçün ya da özümüz üçün, yaxşılığımız üçün və s. Şans məsələsidir. Bəzən deyirik ki, qismətdir, bəzən deyirik şansdır. Bu hissələr var. Yəni, çünki bununla bağlı qismət şans anlamında deyil də, əgər biz bu dünyanın bəlirsizliyi ilə, qeyri-müəyyənliyi ilə üzləşə biliriksə, həyatımız daha asanlaşır. Amma hər biriniz, mən də, siz də, o biri də adətən nə istəyirik? İstəyirik hər şey bizim istədiyimiz kimi olsun, bizim planladığımız şəkildə olsun. Amma həyat çox bəlirsizdir. Bəlirsizliklər var və biz bu bəlirsizliyi ki, həyatda qeyri-müəyyənlik var və bu anormal bir durum deyil, bu dünyanın qaydasıdır. Bu bəlirsizliyi qəbul eləmək. Yəni, o şans hissəsi də, deyə bilərsiniz ki, bu qismətdir. Qismət hissəsi var, %50, amma %50 də seçim məsələsi var da, tutaq ki, mən qismət deyilən, mənə dayatılan hissəni seçim hissəsinə çevirə bilərəm. Bəzən də uşaq sahibi olmaq deyirik ki, bunu da çox görmüsünüz qohumlarınızda 100%, ki, uşaq olsun düzələcək. Uşaq olur, birincidə düzəlmədi. İkinci olsun düzələcək, oğlan istəyirdi. Yenə düzəlmir. Üçüncü oldu, ailə ayrılır və 3 uşaqla ana ya da ata qalır ortalıqda və 2 mutsuz insan və fiziki biz niyə bu qədər münasibətin üzərində dururuq? Hətta bununla bağlı yeni vaxtımız olsa geniş tədqiqatlar var ki, sadəcə biz emosional çətinlik yaşamırıq da münasibətimizdə çətinlik. Biz onu bədənimizlə ödəyirik. Məsələn, evdə münasibətlər gərgindirsə, mühit gərgindirsə, təbii ki, birinin mədəsi ağrıyacaq, digərinin təzyiqi qalxacaq. Daim gərgin bir mühitdə olmaq onların narazılığına səbəb olacaq və nəhayət biz sistem olduğumuz üçün bioloji olaraq da bədənimiz buna öz reaksiyasını verəcək. Ona görə də yaxşı münasibət, sağlam münasibəti elə belə qurulmur, amma qurmaq üçün hər iki tərəfin çabası çox önəmlidir, istəməsi çox önəmlidir, hardasa ehtirası, yaxınlığı, bu bağlılığa əmək verməsi önəmlidir və bunu oldu, bitdi, artıq yaxşı münasibət qurduq, daha sonra davam eləməyə ehtiyac yoxdur kimi baxmamaq da önəmlidir. Çünki hər bir münasibətin bir bioloji tərəfi var, amma eyni zamanda əmək qoyulası, yəni bir-birimizi o xırda yaxşılıqlar mı deyim, müsbət davranışların sayının da olması. Hətta bəzən 5-in 1-ə prinsipi deyirik. Yəni gün ərzində qarşı tərəfə 5
xoşlandığın bir şey demək. Məsələn, təşəkkür edirəm, yaxşı ki varsan, təşəkkür edirəm, çayı süzdün, nə bilim, nəyəsə görə təşəkkür eləmək, nə xoş görünürsən, bu sənə çox yaraşır. Bunlar o qədər kiçik şeylərdir, amma müəyyən olunur ki, bu tip kiçik nüanslar münasibətə böyük kömək edir, yaxşılaşmasına səbəb ola bilir. Çünki tərəflər özlərini o münasibətdə daha dəyərli hiss edirlər. Belə, bunları da qeyd elədik. Mənim burada bitirirəm. Ümid edirəm, çox tutmadım. Suallarınızı alım ya da fikirlərinizi alım. Ümid edirəm, yormadım sizi və nələrsə qatdıq həyatınıza. Fikirlərinizi və suallarınızı. Çünki mənim üçün bu önəmlidir. Müəyyən, yəqin ki, biz də sizlərdən nələrsə təcrübələr, yaşantılar öyrənirik. Kimin sualı var, yaza da bilər. Əlini qaldırsın. Tamam, yaza da bilər, paylaşa da bilər. Hə, test istəyirsiniz. Vaxtımız var, Kamil bəy. Test eləyək bunları. Əlbəttə olar. Yəni siz əgər istəyirsinizsə eləyə bilərik. O zaman çox sağ ol müəllim. İstəyirsiniz, əgər test istəyirlərsə eləyə bilərik. Amma biraz vaxt apara bilər. Sual çoxdur testdən. Bir dəqiqə. Burada hansı növə aid olduqlarını müəyyən edirlər. Bir dəqiqə. Sualları olmayacaq. Sizin də sualınız olacaq onlara. Bir dəqiqə. Sizin suallarınız, mənim suallarım. Artıq deyəsən yazırlar sualları. Bağlanma stili testidir. Bir dəqiqə vaxt istəyirəm sizdən. Testə baxın. Kitaba götürün. İstəyirsiniz, mən sualı oxuyum, hərə özündə qeyd eləsin. Burada test 1, 2, 3, 4, 5, 6. 6 vur 3, 18 sualdır. Ya da qrupunuz varsa, bu qrupa mən bu testi atım, özləri eləyib, özlərini dəyərləndirə bilərlər. O da olur. Oxumaq da olar, sürətlə özlərində qeyd aparsınlar. Yaxşı. İstəyirsiniz, Sitarə xanım nə deyib? Hansı növə aid olduğumuzdan sonra necə özümüzü inkişaf edə bilməmiz barədə məlumat ala bilərik. Sitarə xanım, bu bir yoldur. Yəni, məhəbbəti nəzərdə tutdunuz. Mən onu tam anlamadım. Hansı növə aid olduğumuzdan. Yəni, hansı münasibətdə hansı tərzim var, onu nəzərdə tutdunuz, görəsən. Çox sağ olun Sahil bəy, çox sağ olun. Testi qruba atsanız əla olardır. Bağlılıq növü. Bağlılıq növü. Hansı bağlanma şəklim var? Gəlin testi eləyək o zaman. Belə baxıram ki, hamınıza o maraqlı gəlir. Qısaca eləyək. Tutqulu aşk dediyimiz onun suallarını oxuyuram. Bir baxın ki, özünüzdə var, yoxsa yoxdur. Birlikdə olduğum şəxs ilə fiziki olaraq tam bir uyum içərisindəyəm. Özümü fiziki olaraq ona yaxın hiss eləyə bilirəm. Bir-birimizi özünüzdə qeyd eləyin ki, bu sizin üçün doğrudur. 1 kəsin dəqiq səhvdir, 2 səhvdir, 3 qərarsızam, 4 doğrudur. Yox, bura yazmırsınız cavabları. Özünüzdə qeyd eləyin, sonra baxaq. 5 də tamamilə doğrudur. Özünüzdə qeyd eləyin, mənə diqqətlə qulaq asın. Bir daha oxuyuram. Tutqulu aşk bölməsini oxuyuram. Birlikdə olduğum şəxs ilə fiziki olaraq tam bir uyum içərisindəyəm. Bu sizdə nə qədərdir? Qeyd eləyin. Bir-birimizi həqiqətən başa düşürük. Bir-birimiz üçün yaradıldığımızı düşünürəm. Əgər bu 15-dirsə, siz tutqulu aşiqsiniz. Ehtiraslı eşq növünə girir bu.
Oyun sayağı eşq deyək, yəni o tipə stilə sahibsinizsə, onun mənimlə əlaqəli olaraq bilmədiyi şeylərin onu incitməyəcəyinə inanıram. Yəni mənimlə əlaqədar olaraq bilmədiyi şeylər onu incitməyəcək. Bəzən birlikdə olduğum şəxsin digər partnyorlarımın olduğunu öyrənməsini qarşısını almalıyam. Yəni o bilməməlidir ki, mən digər partnyorlarım da var. Əgər partnyorum mənim başqaları ilə elədiklərimin bəzilərini bilsəydi, alt-üst olardı. Bu da daha çox oyun sayağı, yəni keçici bir növ münasibətlər, məhəbbət növünə aiddir. Əgər burada da ballar yüksəkdirsə, yəni 15 bala qədər gəlib çatırsa, deməli siz bu tərzə sahibsiniz. Dostca məhəbbət növündə nə var? Arkadaşca aşk dediyimiz hissədə. Məhəbbətlərin ən yaxşısıdır. Çünki bu uzun bir dostluğun nəticəsində formalaşmışdır. Dostluğumuz zamanla məhəbbətə dönüşüb. Məhəbbətimiz mistik, gizli bir duyğu deyil, həqiqətən də biz yaxşı dostuq. Bu da yenə dostca məhəbbət hissəsində olduğumuzu göstərir. Məntiqli məhəbbət növünə keçirik. Birlikdə olduğum şəxsi seçərkən ən əsas şey ailəm üzərində necə təsir buraxacaq, necə təsir bağışlayacaq hissəsidir. Yəni ona diqqət edirəm. Yenə birlikdə olduğum şəxsi seçərkən diqqətə aldığım ən önəmli xüsus onun yaxşı ata ya da yaxşı ana olması ilə bağlıdır. Yəni mən təsəvvür edirəm ki, o yaxşı ana olar ya da yaxşı ata olar bu hissə. Görün sizdə neçədir. Birlikdə olduğum şəxsi seçərkən diqqət etdiyim nöqtələrdən biri də onun peşəm haqqında olan düşüncələridir. Digər bir növə keçirik və bitəcək. Sahiblənici aşk, yəni obsessiv məhəbbət dediyimiz hissə. Birlikdə olduğum şəxs mənə diqqət etmədiyində özümü başdan ayağa xəstə kimi hiss edirəm. Mənə yazmayanda özümü xəstə oluram. Fikrim qalır orada. Ona aşiq olduğumdan bu yana nəyəsə fokuslanmaqda çətinlik çəkirəm. Bütün günü fikrim onda qalır. Birlikdə olduğum şəxsin başqa biri ilə birlikdə olduğundan şübhə eləyirəmsə, çox narahat oluram və bu da mənim bütün günümə təsir edir. Burada da suallardan da gördüyünüz kimi daha obsessiv bir bağlanma şəklini və sanki yox olma səviyyəsində bir hissəni görürük. Yenə bu sizdə çoxdursa, yəni özünüzü tanımaq cəhətdən, indi mənə oxumağa ehtiyac yoxdur da, özünüzə qarşı səmimi olub hansı hissədə olduğunuzu görmək və bunun üzərində işləmək münasibətlərimizi yaxşılaşdıracaq. Bir də fədakar məhəbbət dediyimiz hissədir. Son, birlikdə olduğum şəxsin acı çəkməsindənsə mən acı çəkim, o acı çəkməsin, mən acı çəkim. Birlikdə olduğum şəxsin xoşbəxtliyini öz xoşbəxtliyimdən daha çox qabardıram. Yəni onun xoşbəxtliyi, mən xoşbəxt olmaya bilərəm. Tək o yaxşı olsun, tək o xoşbəxt olsun. Əsas onun xoşbəxtliyidir. Birlikdə olduğum şəxsin istəklərini yerinə gətirə bilməsi üçün mən adətən öz istəklərimdən həmişə vaz keçə bilərəm. Yəni mənim istəklərim çox önəmli deyil. Əsas onun istəkləridir. Bu da fədakar bir məhəbbət növündə olduğunuzu göstərir. Təbii ki, bunların içərisində hardasa məntiqli, yəni bunların dozasının orta olması, hamısından sanki biraz olması bizim münasibətimizi daha da yaxşılaşdıracaq. Amma biri çoxdursa, hədsizdirsə, oranı biraz düşünmək lazımdır. Xüsusən ehtiraslı məhəbbət, oyun kimi məhəbbət və obsessiv məhəbbət dediyimiz, yəni sahiblənici məhəbbət dediyimiz hissələrdə
sinizsə, balınız yüksəkdirsə, ora diqqət edin. Çünki o ehtiras sadəcə ehtirasdan ibarətdirsə, bitincə münasibət bitəcək. Ya da sadəcə bağlılıqdır, amma nə yaxınlıq hiss edirsiniz, nə səmimiyyətiniz var, nə də bir fiziki olaraq sizə çəkici gəlmir də, heç belə maraqlı, sizin tipiniz deyil, necə deyərlər, ilk başdan sizi çəkməyib və yaxınlıq da hiss eləmirsiniz, sadəcə öyrəşmisiniz. Bunu da biraz düşünmək lazımdır da, yəni ki, bu hara apara bilər sizi, ya da yaxşıdırmı, yəni necə hiss edirsiniz, özünüz kimi ola bilirsinizmi? Bəzən münasibətdə bu hissələr də görürük ki, məsələn, deyir, yox, ona deyə bilmərəm, bunu o bilməməlidir, yalanlar, dolanlar, gizlətmələr və s. Təbii ki, əgər qarşı tərəfdən daim çəkinirsə, özü kimi ola bilmirsə, burada da bir sual işarəsi yaranır ki, o zaman bu münasibətin dərinliyi nə qədərdir, ya da nə qədər həqiqətən yaxın bir münasibət. Belə, təşəkkür edirəm, bilmirəm, ümid edirəm, oxuduğum sualları yekunlaşdıra bildilər. Çox sağ olun. Sahil bəy bizə çoxlu komment yazdı. Sahil Məmmədli. Tələbəsən Sahil? Alfiyə Abdullayeva, çox sağ olun. Gülarə xanım, hər birinizə təşəkkür edirəm mən də. Kaş ki, üzlərinizi də görə bilsəydik və canlı olsaydı, daha da interaktiv olardı. Gülnur nə paylaşır? Bir də icazənizlə vurğulamaq istəyirəm ki, münasibətdə əmək sərf etmək çox vacibdir. İndiki dövrdə gənclərin bir çoxu zənn edir ki, mən beləyəm deyib çəkinməlidir. Qarşı tərəf onun hər şeyi ilə razılaşmalıdır. Lakin münasibətdə müəyyən fədakarlıqlar, uyğunlaşmalar mütləqdir. Sevgi qayrətə aşiqdir deyirlər. Təbii ki, yəni bu və tək tərəfli olmalı deyil də. Yəni bunu da fədakarlıq, saçımı süpürgə etdim anlamında deyil. Ürəkdən gələrək, istəyərək, bu insana yaxşı olsun. Sizə bir dənə də nümunə paylaşım. Günay Bayramova tələbəmiz. Bir nümunə də paylaşım və yekunlaşdırıram. Deməli, bir xanım 27, 26, 27 yaşlarında yoldaşını itirdi və bu yoldaşını itirəndən sonra 2 övladı ilə qalıb və qaynana ilə yaşayır və mənim də Amerikada yaşayan bir tələbə yoldaşım var. Ona bu situasiyaya ki, belə ki, yazıq qaldı filan, qız gəncdir və tələbə yoldaşım dedi ki, yəqin onun qaynanası onun xoşbəxt olması üçün indən sonraki illərini ona sərf eləyəcək ki, o qız xoşbəxt olsun. Və o sırada mənim yadıma qızın mənə danışdıqları düşdü ki, qız qeyd edir ki, qaynanam deyir ki, sən artıq heç nə eləyə bilmərsən. Əgər bu evdən getsən, uşaqları sənin əlindən alacağım. Biz daha güclüyük, daha imkanlıyıq və sən ölənə qədər bu evdən çıxa bilmərsən. İşləyə də bilmərsən, ailə də qura bilmərsən, heç nə də olmaz. Əgər belə bir şey olsa, biz sənin uşaqlarını əlindən alacağıq. Yəni, bu hissədə qeyd eləmək istədiyim nədir? Məsələn, o söz mənim çox xoşuma gəlmişdi ki, bir insanın xoşbəxt olması üçün çalışmaq, bir insanı ona yaxşı hiss elətdirmək, ondan xoş üzü gülürsə, ona yaxşı təsir eləyirsə, bir növ fədakarlığı bu cür başa düşməniz. Tərəfin qurban roluna girib daim özündən nələrsə verib almaması da deyil. Qarşılıqlı olaraq bir-birinin yaxşılığı üçün çalışmaq, təbii ki, yaxşı münasibətlərin qurulmasına kömək eləyəcək və mən arzu eləyirəm ki, siz gənclər daha fərqində olaraq bir münasibətiniz olanda da, ya da fərqi yoxdur, qarşı cinsdir, digərləridir, bir insanın, bir başqa insanın var oluşuna, mövcudluğuna, onun belə doğulmasına, olduğu kimi qəbul edib, anlayış göstərmək və anlamaq ki, bu insan necə böyüyüb, necə olub, nələr bu davranışlara səbəb olur. Təbii ki, zaman-zaman bu bəlkə çətin olur, amma bu bizdə biraz tolerantlıq yaradır da, biraz daha rahatlıq yaradır ki, hər şey mənim bütün insanlar mən arzuladığım kimi formalaşmayıb, olmayacaqdır. Bəlkə də mən də kiminsə arzuladığı kimi bir insan deyiləm. Rahatlığına gəlincə daha rahat bədəndə yaşayırıq və münasibətlərimiz də rahatlaşır. Belə, təbii ki, Gülarə xanım,
düzgün deyil. Mükəmməllik biraz öncə də qeyd elədik ki, axtarmaq düzgün deyil. Çünki mükəmməllik anlayışı birinə görə başqa bir şeydir o mükəmməllik münasibətdə, bir başqasına görə başqa. Və münasibətin dinamikası da çox maraqlı bir şeydir. Məsələn, X şəxsi eyni X şəxsi olaraq qalır. Y ilə münasibəti başqadır, başqa cür bir şeylər gedir. Z ilə münasibəti başqa cür formalaşır. Orada artıq başqa dinamikalar ortaya girir. Amma şəxs eyni şəxsdir. Tutaq ki, iki fərqli insanla ünsiyyətə girir. Amma münasibətlərin dinamikası fərqlidir. Orada da bir çox faktor var. Belə, təşəkkür edirəm Kamil bəy. Üzürlü sayın, deyəsən siz mənə 1 saat vermişdiniz, amma mən həmişə 1 saat uzadıram. Özüm də deyirəm 1 saat olacaq, amma 1 saat heç vaxt edə bilmirəm. Siz sağ olun. Ürəkdən qoşulduğunuza görədir prosesə. Əgər sual vermək istəyən varsa, istəyirsiniz 2 nəfərin sualını ala bilərik. Kamerasını açıb sualını səsləndirə bilər. Yoxdursa, yavaş-yavaş biz də yekunlaşdıraq. Varmı tələbələr, gənclər, iştirakçılar suallarınız? Ya da bəlkə təkliflər verə bilərlər, başqa hansı mövzular istəyirlər, sizin üçün təklif ola bilər. Onu artıq qeydiyyat formunda yazırlar. Onu yazırsınız. Biz onlara link veririk. İndidən sizin adınızı mən bayaq gördüm. 7-8 nəfər yenə də yazır. Yəqin fərqli bir mövzuda istəyirlər. Canlı görüş dediniz. Bizim növbəti layihəmiz gözlənilir. Forum teatrlarının bağlı. Mən artıq bir neçəsini eləmişəm. İstəyirəm gələcəkdə ona qonaqları da dəvət edeyim. Çox maraqlı bir formatdır forum teatr. Onu psixososial bir janrda, üslubda da keçirmək olur. Hansısa bir aktual mövzu götürülür. Məsəl üçün xəyanət və yaxud da ki imtahan stresi ilə bağlı, imtahanlarla bağlı və 3 hissəli tədbir olur. Klassik teatrdan fərqlidir. Birinci hissədə mütəxəssislər danışır, ikinci hissədə qaydalar, üçüncü hissədə iştirakçılar mini qruplara bölünüb ssenarilər hazırlayırlar və oynayırlar. Və onların tamaşaları gedəndə iştirakçılar istənilən vaxtda stop kadr eləyib, həmin adamı dəyişib, oradakı rolları dəyişib özləri oynaya bilirlər. Və problem sanki psixodramaya oxşuyur biraz. Sosiodrama, psixodrama oralara oxşadı. Bəli. Psixodrama elementləri var. Sosial teatrın növüdür. Hətta onun psixoterapevtik işlənən rolu da var. İstəyirik ki, onu yavaş-yavaş başlayaq. Eləyirlər, amma daha çox bizdə rus dilli icmada var, ritual teatrı, onlar həyata keçirirlər. Mən də istəyirəm bir Azərbaycan dillilər üçün də bunu keçirək. Məsələn, elə teatr növləri olur. O teatrda da, məsələn, səhnənin bir hissəsində aktyor enir və bir obraz, təsadüfi bir obraz seçir öz tamaşasının içinə və o rola girir, oynayır. O spontan teatrdır. O da çox maraqlı növlərindən biridir. O da maraqlı olur, təbii alınır və çox zamanda elə bir seçdiyi xarakterin təsadüfü müdür, necədir bilmirəm. Oxşuyur da, elə bir onun problemini oxşuyur, orada canlandıracağı, özünü yaşayır sanki o tamaşada. O da maraqlı olur çox. Sizə də uğurlar, təşəkkür edirəm. İnşallah digər layihələrdə də dəstək verməyə çalışarıq imkan daxilində. Təşəkkür edirəm. Bizim bir təşəkkür var mı suallar ya da? Mən görürəm suallar yoxdur. Mən təşəkkürnaməni yəqin ki görsənir ekranda, yoxsa yox? Yox, ekranda bir şey görsənmir. Görmədiniz. Siz ekranda paylaşırsınız ona görə. Qoyun bir şəkil çəkin. Görsəndi. Qrupdakılar da kameralarını aça bilsəylər bir şəklimiz də olardı. Bunu indi mən heç kimi görmürəm, ancaq bunu görürəm. Tamam. Mən 50 nəfər ekran, bir sizi görəm, bir ekranı. Belə, mən təşəkkür edirəm. Bir daha çox sağ olun.
Mələk xanım, minnətdaram. Çox faydalı bir webinarımız oldu. Ümid edirik ki, biz sizinlə növbəti dəfədə görüşəcəyik. Əgər sizin də vaxtınız olarsa, enerjiniz olarsa. Çox sağ olun, inşallah. İnşallah. Təbii ki, mövzu o qədər genişdir. Saatlarla, aylarla danışmaq olar, amma çalışdım yığcam çatdırım. Belə ümid edirəm. Nəsə çatdıra bilmişəm. Belə, çox sağ olun. Mən də təşəkkür edirəm.